saatına baxır, işarəsi gəldi. Maç başlandı, hər iki komandaya uğurlar arzulayırıq. Və CBC Sportla Turan Tovuz Kəpəz derbisini izləyirik. Meydançası daxilində gərgin bir mübarizə gedir. Qapıya zərbə və top. Feyjao irəliləyir, qapıya baxır, ötürməsini etdi. Abzauri, qapıya zərbə və top çox az fərqlə qapıdan aralı keçir. Gəncəllər bu oyunda ilk korneri yerinə yetirəcəklər. Məqsəd Sayeva topu çatdırmaq istəyir, dəqiq alınmır. Silva da burada topun qəbulunda Cengiz səhvə yol verdi və Kəpəzin hücumu davam edir. Məqsəd Sayev cərmə meydançasına daxil olmadan qapıya baxır, zərbəsini endirir. Baklov topu qaytarır. Gözləyir Turan Tovuzun səhvlərini gözləyir. Bir daha bu zərbəyə, bu hücuma baxırıq. Baklov qarşısında qüvvətli zərbə idi. Topu qaytardı və burada qaydan topa Paç özünü yetişdirsəydi söz yox ki artıq hesabı açılmış. Topu saxladı, ötürmə, qapıya zərbə olacaq və top qapıdadır. Top qapıdadır. Turan Tovuz, Alex Souza ilə hesabı açır. Turan Tovuz qurban verdi və bu fasilədə ona dedikləri görünür özünü dərhal göstərdi. Əla bir hücum idi. Serrano'nun ötürməsi ilk cəhddən alınmadı, amma top düz gəlir. Kapitan məhsuldar ötürməni öz ayağına yazır və yeri gəlmişkən bu Alex Souza'nın mövsümdə ikinci qolu olur. Buna qədər 4-cü turda Karvan Yevlaxın qapısına yol tapmışdı Alex Souza. Vardan gələn görüntünü də izləyirik. Topu qəbul edir. Əla bir ötürmə Serrano, Fayqaçıyev cərmə meydançasında da daha bir ötürmə və daha bir gol Şon Santos. Daha bir ötürmə Fayqaçıyev'dan və daha bir gol. Gol. Jalem Santos qısaca, Şon Santos ikinci dəfə. Burada müdafiəni yaxşı yardılar. Fayqaçıyev'in ötürməsini qeyd etməli. Santos'u tək başına bırakıblar. Santos'un mövsümdə bu ilk golu oldu. Premier Ligada isə ikinci goludur. Yeri gəlmişkən Alex Souza'nın vurduğu gol oyunda hesabı açan top Qurban Berdiyev'in sarı vərəqə alan birinci hissənin sonlarına yaxın Otar Abzauri oyunu tərk edir və bundan sonra Ryonsuke Ohori onu əvəz edəcəklər. Bu barədə danışırdıq ki, Turan Tovuz 3-cü qolunu vurdu. İkinci hissə başlar-başlamaz Tovuzluların üstünlüyü 3 topa yüksəlir. Təkrarı izləyək, qola baxaq. Silva'nın ötürməsi. Souza və Filip Ozovic topu qəbul edir. İkinci hərəkəti ilə isə qarşısı alınmaz zərbə indirir. Beləcə hesab 3-0 olur. Ozovic, Serrano, Souza qapıya baxır. Alex Souza qapıya zərbə. Qapçı Məmməd Hüseynov topu qaytardı. Gəncə komandasındansa yerdə qalan futbolçu. Bir qədər əvvəl Alex Souza'nın zərbəsini izləyirik. Təhlükəli zərbə idi. Qapçı Məmməd Hüseynov burada topu qaytardı. Rodrik Miller, Ayxan Hüseynov, burada məqsəd İsayev bir qədər yuxuladı və indi İbrahimov Vacı qapçı ilə üzə qalıb. İbrahimov Vacı 4-0. Amma ofsayd yan xətt hakiminin bayrağı havadadır. Bu qol qeydə alınmır. Ofsayda baxılacaq, amma bu təkrar rakursdan vardan gələn ofsayd görüntüsü. İşarə gəldi, Fayqaçıyev. Ötürməsini verir. Topu Verdaşka uzaqlaşdırdı cərmə meydançasından. Fərid Nəbiyev topa hakim ola bilmədi. Serrano qapıya uzaqdan zərbə. Məmməd Hüseynov topu qaytarır, hücum davam edəcək. İbrahimov Vacı.
Rəhim Sadıqov topu uğurladı İbrahimə Vacı. Vacı və burada Məmməd Hüseynov. Yenə 4-cü qolun vurulmasına rəqiblər ona qarşı kobud oynasınlar. 82-ci dəqiqə hesabı 3-0. 32-ci dəqiqədə Alex Souza 35-də, Jo Santos 46-da, Filip Ozoviçin qolları. Və böyük ölçüdə Oleg Baklovun indi top oyuna heç daxil etməsinə ehtiyac da qalmadı. İnqilab Məmmədov görüşün baş hakimi maçı bitirir. Beləliklə 6-cı turda Misli Premyer Liqasında Turan Oğuz Kəpəz görüşü Turan Oğuz'un böyük hesablı, mövsümdə ilk böyük hesablı qələbəsi ilə nəticələnir.